Deməli, bir tərəzi bürcü ilə yola getməli reseptini deyirəm. 1. Yanında olursan. 2. Sözündən əsla çıxmırsan. 3. Nə deyir, baş üstə deyirsən. 4. O bilir nəyi nə zaman edəcəyini. Onunla heç bir halda dalaşma. Mübahisə eləmə. Sözlərini müzakirə mövzusuna çevirmə. Oldu denən bitdi. 5. Canı nə istəyirsə onu da eləyər. 6. Küstü barışdırırsan. 7. Deyirsə məni ora apar, aparırsan. Gəzməyə gedək, ora gedək, bura gedək. Apar. Söhbət maddiyyat deyil. Hardasa oturmaq önəmli deyil. Sadəcə olaraq könlünü xoş et. Yanında ol. Bir tərəzi bürcünü tanımaq istəyirsənsə, bu videoya bax. Bu video sənə atılıbsa, tərəzi bürcünü artıq tanıyırsan deməkdir. Və çox güman ki, bu video sənə göndərilib. Ona görə də hər zaman diqqətli ol. Ona qarşı. Onu itirmək istəmirsənsə, bu dediklərimi əməl elə. Eləməyəsənsə, qalarsan yana-yana. Axtara-axtara qalarsan, əlin çatmayacaq.